Əli Ağayev təqdim edir. Dostlar salam, hər vaxtınız xeyir olsun. Yoldasan proyektimizin ikinci buraxılışına baxırsınız. Birinci buraxılışımızda biz Teymur Bey ilə bir yerdə avtomobillər və avtomobillərə yağ sistemi, qatqılar və onların düzgün istifadəsi haqqında danışdıq. Təbii ki, əgər biz avtomobildən danışırıqsa, avtomobildə əsas meyar onun mühərrikidir və onun güc aqreqatıdır. Bugünkü verilişimizin qonağı da bizim baş ustamız, bizim verilişimizdən də tanıdığımız Tacəddin ustadır. Tacəddin bəy, xoş gəlmisiniz. Çox sağ olun, salam aleyküm. Hər vaxtınız xeyir olsun. Tacəddin bəylə biz dəfələrlə veriliş boyu, çəkilişlər boyu bir sıra avtomobillərin mühərrikləri, onlara düzgün qulluq və mühərrikə hansı hallarda qulluq və eyni zamanda müdaxilə etmək lazımdır, hansı hallarda usta yapılmaq lazımdır, o haqda danışmışıq, dəfələrlə danışmışıq. Sizin həm veriliş vaxtı, həm bizim çəkilişlərimizdə verdiyiniz suallarda maksimum dərəcə çalışmışıq ki, işıqlandıraq. Bugünkü mövzumuz da Tacəddin bəylə avtomobillərin mühərriklərinə düzgün qulluq barədədir. Təbii ki, bu yaxınlarda soyuq hava şəraiti ilə əlaqədar olaraq Bakıya çoxlu qar yağdı. Bu uzun illərdir yağmayan bir qar idi. Və bu havalarda avtomobillərdə həddən artıq çox problemlər yaşandı. Ən çox mühərrik sistemində, soyutma sistemində. Ona görə istəyirəm elə mövzumuzu bu üzdən aparaq, bu yolla aparaq. Ona görə Tacəddin bəyə belə bir sual ünvanlamaq istəyirəm. Tacəddin bəy, avtomobillərin mühərriklərinə necə düzgün qulluq olunmalıdır və soyutma sisteminə necə nəzarət etmək lazımdır? İlk öncə vurğuladığınız kimi bu keçən ayın sonlarında havanın soyuq olmağı ilə bağlı inanın ki, həmin vaxtlarda mənim telefonum susmurdu. Zəng edirlər ki, usta bəs bizim avtomobildə antifriz yerində sudur, biz bunu neyinləyik? Dedim artıq bu şey gecdir. Ancaq onun suyunu siz ala bilərsiniz, oradan buraxa bilərsiniz, susuz qalsın. Bəs vaxtında niyə antifriz tökməmişsiniz? Bir söz necədir? Antifrizdən istifadə eləməmək, belə deyim də, təkcə don məsələsi deyil də. Biz bundan nə qabaq verilişlərimizdə, çəkilişlərimizdə bunu üzərində çox dayanmışıq. Soyutma sistemidir. Ola bilsin kimsə qulaq alsan deyək ki, Tacəddin usta ancaq soyutma sistemi ilə bağlı danışır. Biz soyutma sisteminin tam sürücülərimizə başa sala bilmirik. Başa salırıq, əməl eləmirlər ona. Ona görə biz bunun üstündə dayanmışıq ki, yəni mən bunun üstündə dayanıram ki, hər dəfə ki, biz bunu əməl edirik. Baxın, antifriz keçən dəfə danışmışdıq ki, hələ də sürücülərimiz elə bilirlər ki, antifriz təkcə dondan qorumaq üçündür. Təbii ki, əslində elə deyil. Götürüb deyək ki, elə bir ölkədə yaşayırıq ki, orada donmur, soyuq olmur. Amma yayda bunun biz problemi yaşayırıq. Necə yaşayırıq? Misal üçün, uzun müddətli mühərriki biz su ilə işlətsək, borularda xırda çart əmələ gəlir, pas əmələ gəlir. Yayda məlum məsələdir ki, temperatur çox yüksək olduğu üçün, mühərrik də çox qızdığı üçün həmin o çartlar böyüyür və borular partlayır. Bu bunun şaxta olmamaq fəsadlarıdır. Şaxta olmadıqda olan fəsadlarıdır. Şaxta olanda isə keçən dəfə bizim servizə, bu həftənin əvvəllərində 2 dənə avtomobil yaxınlaşdı bizim servizə. Hər ikisi donvurmaqla. Yəni, donvurmaq deyəndə biraz çıxır. Yəni, donla bağlı yaxınlaşmışdı bizim servizə. Hər ikisində də eyni problem idi. Düzdür, bizdə o qədər olmadı. Səhv eləmirəmsə 5 dərəcə enmişdi. Mənfi 5 dərəcə maksimum. Mənfi 5 dərəcə enmişdi. Onunla belə, düzdür, metal boruları partlamamışdı. Alüminium boruları partlamamışdı, amma bilirsiniz ki, yeni nəsil avtomobillərin 90%-ında borular plasmasdır, ön radiatorunda qıraqları plasmasdır və onlar partlayırlar. Temperatur 5 dərəcə düşməyinə baxmayaraq, həmin o problemlər o maşınlarda, o avtomobillərdə öz sözünü demişdir. Problem bir də bir nəzər yetirmək istəyirəm. Mənfi 5 dərəcə oldu, amma Bakı küləklər şəhəridir və külək öz sözünü deyir. Yəni, mənfi 5 dərəcə külək, bu artıq mənfi 10-12 dərəcə. Çünki mən telefonda da baxmışdım, mənfi 5 dərəcə göstərirdi, amma mənfi 12-13 dərəcə hiss elətdirirdi. Yəni, bildim, burada biz hava şəraitini belə deyil, günahlandırmayaq da. Ola bilər, 20 dərəcədə ola bilər. İndi 5 dərəcə olub, hələm 2 dənə avtomobil mənim yanıma yaxınlaşıb o problemlə bağlı. Görün, nə qədər usta var, nə qədər avtomobil var, nə qədər ustaya müraciət olunub bundan bağlı. Götürək ki, bir dənə antifriz mayəsini, belə deyim, dəyişmək, antifrizdən istifadə eləmək, orta hesabla götürsək, avtomobillərdə təxminən 50 manat civarında pul tutur. 50 manat civarında. Amma mənim yanıma yaxınlaşan avtomobildə 270 manat pul qoydular onun üstünə. 270 manat. Yəni, vaxtında 50 manatına qənaət edir. Bəli, vaxtında
50 manatından keçib avtomobilinə antifriz töksəydi, həm özü rahat olardı. Misal üçün, mənim yanıma niyə gəlirdi ki, antifriz o problemlə bağlı, həm puluna qəranti eləmiş olardı. 270 manat təkcə detallara pul verdi, ustaya da pul verdi, haradasa bir 80 manat da ustaya pul verdi. Gəlib çıxdı 350 manata. Bir nüans var, siz bizim verilişdə də bildirmişdiniz ki, çox təəssüflər olsun ki, elə bilirlər ki, yalnız soyutma ilə bağlıdır, yəni avtomobilin yalnız mühərriki soyudur, amma burada sürətlər qutusunda nəzər almaq lazımdır. Çünki eyni zamanda sürətlər qutusunda, çünki amma elə fikirləşir ki, avtomat ya mexaniki sürətlər qutusu, yağ var, kifayətdir. Mexaniki sürətlər qutusu olan şəxslər ümumiyyətlə yağ dəyişmə barədə çox təəssüflər olsun ki, unudurlar, yəni heç kilometraja da fikir vermirlər. Hətta bir-iki nüans var ki, ən çox da bu BMW sürənlər bildirirlər ki, deyir, mənim avtomobilimə ömürlük sürətlər qutusuna zəmanət verilib. Qardaş, ömürlük deyəndə o istehsalçı şirkət sənə zəmanət müddətini nəzərdə tutub. Yəni 200 min, əgər sənə avtomobilə qənaət verirsə, deyir, qardaş, 200 min mən bu avtomobilə zəmanət verirəm, heç bir problem olmayacaq. 200 min də sənin o sürətlər qutunun yağının dəyişmə müddətidir. Yəni 200 mindən sonra sən yağı dəyişmirsənsə və sonradan gəlib yenə də özünü və yaxud ustanı günahkar çıxarırsansa burada və yaxud hər hansı, bu təbii ki, öz səhlənkarlığı vaxtından əmələ gələn bir nüansdır. Sizin də keçən səfər dediyiniz kimi, sürətlər qutusunun yağını dəyişməklə elə bilirlər ki, məsələ xitam verilmiş olur da. Elə antifriz həm də sürətlər qutusunu da qoruyur. Bəli, biz soyutma sisteminin iki fəsadını dedikdə, yayda bu hallar baş verir, qışda bu hallar baş verir. Ən böyük fəsadlardan biri də indi ustalar onu daha yaxşı başa düşərlər. Sürücülərimiz də kimin başına gəlib, sıracı təsdiqləyək ki, düzdür, mənim başıma gəlib. Həm sürətlər qutusunun, həm də ki, mühərrikin soyutma yağ radiatoru vardır. O yağ radiatorunun tərkibində, yəni daxilində iki kanal olur. Yağ kanalı olur, su kanalı olur. Antifriz kanalı olur. Antifriz təbii ki, yağı soyutmaqdan ötürü həmin o kanal radiatorun içində dövr eləyir. Həmçinin yağ orada dövr eləyir. İstər sürətlər qutusunun yağı, istər mühərrikin yağı. Təbii. Hər ikisinin yağ radiatoru addenlidir. Deyək ki, biz bura su əlavə elədik, uzun bir müddət su ilə avtomobili idarə elədik, istifadə elədik. Həmin kanallardan, yağ kanalından su kanalına keçid olur. Əslində, yağ kanalından keçid olmur, su kanalının içindən çürümələr baş verir və orada kanallar bir-birinə daxil olur. İstər sürətlər qutusunun yağı, istər mühərrikin yağı, üzr istəyirəm, təzyiqi, hər ikisinin təzyiqi antifrizin təzyiqindən çox olduğu üçün o keçir su kanalına. Siz təsəvvür edin ki, antifrizin, avtomobilin soyutma sistemi bütün yağ olur. Fərq etməz hansı birində problem oldu. İstər sürətlər qutusunda, istər mühərrikin soyutma yağ radiatorunda problem olanda keçir ora. Biz onu təmizləmək üçün avtomobil ən azı 3 dəfə bizim sevimizə yaxınlaşmalıdır ki, biz onu hər dəfə təmizləyirik, gedirik, vaxt veririk, gedirik, sabah yaxınlaşın bir də, sabah yaxınlaşın bir də. Amma vaxtında antifriz töksələr, inan ki, bunun heç birisi olmur. Bəs mühərrikin özünə necə düzgün qulluq etmək lazımdır, Tacəddin bəy? Mühərrikin özünə, ümumiyyətlə bütün mühərriklər, fərq etməz, köhnə nəsil avtomobilləri, yeni nəsil avtomobilləri, onların hər birisinin özünün yağından düzgün istifadə eləməli, həmçinin antifrizindən. Yəni, bu, belə deyim də, mühərrikdə bir neçə sistem var. Antifriz, soyutma sistemi var, qida sistemi var, yağlama sistemi var, özü işə salma sistemi var. Bunların hamısı, bu sistemin hamısını gələcəkdə inşallah biz danışarıq ətraflı. Sürücülərimiz də bundan anlayışlı olar ki, ən azından sürücü öz avtomobilində bilsə ki, mənim avtomobilimdə filan mühərrikdir və onda 6 sistem var. Sistemlərdən hamısı vacibdir. Ya. Mən deyim ki, yəni, buradan kimsə mənə deyər ki, bu vacib məsələsini danışır. Mühərrikdə hər bir şey vacibdir. İstər alışdırma şamından tutmuş, mühərrikdə iş görəndə ara qatlarına kimi hamısı vacib məsələlərdir. Hamısı vacibdir. Onların hamısının yaxşısından istifadə etmək lazımdır, təbii ki. Amma bizim ən çox əziyyət çəkdiyimiz soyutma sistemi ilə bağlıdır, bir də yağlama sistemi ilə bağlıdır. Soyutma sistemindən düzgün istifadə edəməyəndə, bu vaxta qədər dediklərimiz ki var, bunlar baş verəcək. Yağlama sistemindən düzgün istifadə edəməyəndə, yəni düzgün yağ tökməyəndə, təbii ki, sürgülərdə problem yaranacaq, onlara iz düşəcək, cızıq düşəcək və müəyyən bir yürüşdən sonra mühərrik sıradan çıxacaq, belə deyim, usluq olacaq, loril də desək, mühərrik usluq olacaq. Onu da yenidən yığılması üçün təxminən hardasa indi baxır avtomobilə, elə avtomobil var 1500 manat, elə avtomobil var 3500 manat, elə avtomobil var daha çox yəni pul tələb edir. Ona görə vaxtında
vaxtında düzgün yağdan istifadə etmək lazımdır. Bəzən deyirlər ki, mənim avtomobilim usta 100 mini keçib, istəyirəm buna 10-40 töküm. Deyirəm, qardaş, elə bir qayda yoxdur, elə bir qayda yoxdur, elə bir qanun yoxdur. Yəni, mühərriki istehsalçı zavod tərəfindən tövsiyə edirlər ki, 5-in 20 və yaxud da ki, 5-in 30 və yaxud da ki, Volkswagen avtomobillərində, Audi, VAG avtomobillərində 505, 502, 505, 507 dopskla yağdan istifadə etmək lazımdır. Sən öz təvəkkülü ilə iş görürsənsə, o düzgün bir şey deyil axı. Hətta sizin bu soyutma sistemə bağlı bir söz demək istəyirəm. Sizin yanına yaxınlaşanda, orada bir avtomobil yaxınlaşmışdı sizə. Deməli, Əli Usta ilə bir yerdə danışırdıq. Avtomobili su ilə işlədib, avtomobildə dediyiniz tək o soyutma sisteminin kanallarında və mühərrikin daxilində də kanallar var. Oradan da gelir və su ilə işlətdiyi üçün kanallardan biri tutulmuşdu və kanalda biri tutulduğu üçün orada yağlama getmir, soyutma getməməyindən ötürü həmən o porşen qızmışdı və nəticədə yağlama sistemində olan problem. Yəni bunlar hamısı bir-birinə zəncirvari bağlı bir sistemdir. Təbii ki. Təbii ki, hamısı o sistemlərin hamısı mühərrikin daxilindədir, mühərrikdədir. Bizim hələ ki soyutma sistemində qaldığımıza səbəb sürücülərimizi düzgün maarifləndirə bilmirikmi deyim, yoxsa onlar məsuliyyətsizlik eləyirlər. Yəni, məncə məsuliyyətsizlik eləyirlər. Çünki mən dediyim kimi, bax, elə deyək ki, avtomobil yaxınlaşır bizim yanımıza evakuator vasitəsilə, hansısa boru partlayıb. Təbii ki, orada heç nə qalmayıb, nə antifriz, nə su qalmayıb. Biz yenisi ilə əvəz edirik onu. Deyir ki, usta, ola bilsin, yenisi ilə əvəz ediləm onu. Mən onu antifriz tökə bilmirəm. Çünki avtomobilin soyutma sisteminin daxili çox bərbad vəziyyətdə olur. Mən ona antifriz töksəm, avtomobil çox getməyəcək. Yəni, servizdən çıxacaq, təzədən qayıdacaq mənim yanıma. Çünki artıq pasdır. Bildiyimiz kimi də antifriz, hər dəfə mən qeyd edirəm ki, təkcə soyutmaqdan ötürü deyil, həm də sistemi təmiz saxlayır. Bu, soyutma sisteminin boruları pas bağlayıbsa, təbii ki, antifriz onu təmizləyəcək. Təmizləyəndən sonra, paslar təmizlənəndən sonra o da deşiklər əmələ gələcək. Çüylər olduğu üçün deşiləcək və yenidən yenə antifrizi bıraxacaq çölə. Gəlib deyirlər ki, sizin antifriziniz antifriz deyil. Biz bunu tökürük avtomobilimizə. Ya və yaxud da ki, bizim yox da. İndi başqa bir antifriz var. Biz ondan istifadə eləmişik. Usta, antifriz yaxşı antifriz deyirəm. Niyə ki? Nə oldu? Bəs antifriz tökəndən sonra bizim avtomobildə bəzi yerlərdə çartlar əmələ gəldi, bəzi yerlərdən antifriz buraxdı. Deyirəm, qardaş, problem antifrizdə deyil. Problem sizin bu antifrizi tökənə qədər istifadə elədiyi sudadır. Su burada pas bağlayıb, su burada öz fəsadlarını eləyib. Siz buna antifriz tökəndə antifriz təbii ki, sistemi təmizləyir və təmizləyən zamanda oradan deşiklər əmələ gəlir. Bir nüansı bildirin, Tacəddin bəy. Deməli, ən çox insanların şikayət etdiyi nüans nədir? Bildirirlər ki, avtomobil xaricdən alınıb. Mən xaricdən almışam avtomobili və bizdə burada güya ki, heç nə yaxşı deyil. Yəni, güya ki, hər şey keyfiyyətsizdir və bir müddətdən sonra avtomobil sıradan çıxır. Mən həmən şəxsə sual verdim ki, sən avtomobili aldıqda ondan əvvəlki sahibi kimi avtomobili və qulluq edirdinmi? Yəni, açıq danışaq da. Soruşursan, soruşanda ki, qardaş, sən axırıncı dəfə soyutma sistemini nə vaxt yeniləmisən, nə vaxt təmizləmisən? Deyir, heç vaxt. Avtomobili gələndə belə dəyişiklik etmisənmi? Deyir, etməmişəm. Yəni, normal olaraq, periodik olaraq yoxlanışdan keçib, deyir, keçməyib. Və yekunda da yenə də bildirirlər ki, biz avtomobili normal əslində istifadə edirdik, avtomobil yaxşı idi, sadəcə olaraq buradakı aldığımız ehtiyat hissəsi və yaxud istifadə etdiyimiz məhsullar keyfiyyətsizdir. Mən əslində bundan razı deyiləm. Keyfiyyətsiz məhsullardan yanaşı, yəni keyfiyyətli məhsullar da var. Ən azından bizim, sizin kimi və komandamızda olan savadlı mütəxəssislərimiz var ki, müraciət edə bilərlər. İnandırım ki, sizi bizim mütəxəssislərə müraciət edib məsləhət almaq, sosial şəbəkə üzərindən, istər bizim videolarımızın şərh bölümündə belə nəsə bir məsləhət almağınız ödənişli deyil, ödənişsiz bir xidmətdir. Yəni, biz sadəcə olaraq məsləhət veririk və məsləhət verə biləcəyimiz məhsullar var ki, ondan istifadə etməlisiniz. Və yaxud Tacəddin Ustanın dediyi kimi, vaxtında 50 manatınızdan keçməyib soyutma sistemini antifriz tökmürsünüzsə, bir müddətdən sonra əgər sizin 350 manata yaxın bir xərciniz çıxırsa, deməli, burada günahkar sizsiz. Nə usta günahkardır, nə avtomobil. Ona görə, yəni, normalda bu bizim əsasən, bilmirəm, bəlkə də bizim insanlardan irəli gəlir. Biz özümüzə də avtomobil kimi baxırıq. Təbii ki, mən onu vurğulayacaqdım. Ən son halda biz gedirik həkimə. Yəni, sağlamlığa fikir vermir, keçəcək. Dədə-babadan bildiyi hər hansı bir dərmandan alır, istifadə edir və yekunda
həkimin yanına gedib ondan möcüzə istəyir ki, qurban sənə, məni, həyatımı qutar, ölmüşəm, məni yerdən götür, balalarım yetim qalacaq, özüm öləcəm. Avtomobildə də yenə gəlir ustanın yanına ki, dəfələrlə olub. Usta, sən Allah, gör nə eynirsən? Dəfələrlə mənim başıma gəlib. Zəng edib ki, usta, bəs burada qırmızı bir işıq yandı. Elə sürücülərimiz var, düzdür, yəni o qədər anlayışı yoxdur. Deyirəm, bir də atın görüm hansı bir işıq yanında. Ümumiyyətlə, qırmızı işıq dünyanın hər bir yerində qırmızıdır. Yəni, bu dayanmaq lazımdır. Təbii. Baxmışam ki, atıb telefon vasitəsilə baxmışam ki, görmüşəm ki, yağın işığı yanır. Demişəm ki, qardaş, siz avtomobili idarə eləməyin, evakuator vasitəsilə yaxınlaşın servizə. Üstündən bir dəqiqə keçib təzədən mənə zəng edib. Usta, mən başqa bir dostuma attım şəkli, deyir ki, ola bilsin datsikdir. Siz idarə edə bilərsiniz. Deyirəm, qardaş, ola bilsin datsikdir söhbəti tamamilə yanlış bir fikirdir. Yəni, datsik olmasa bəs nə olacaq? Bunu mən izah edirəm ki, yəni bu təhlükəli işıqdır. Bu işıq qırmızıdır da. Yəni orada avtomobil mənə heç zəng eləməyə ehtiyac yoxdur. Orada yazır ki, paneldə yazır ki, mühərriki söndürün. İngiliscə yazır ki, mühərriki söndürün. Bəzən servis avtomobillərində Azərbaycan yazır ki, avtomobilin mühərriki söndürün. Bəli. Yaxşı, gəlirəm deyir. Üstündən bir saat keçir, zəng edir ki, usta, mən öz maşınımdan gəlirdim. Maşını söndü təmiz. Ümumiyyətlə, maşını dayandı. Dedim, heç nə, evakuatora qoy, gətir. Mən axı demişdim, evakuatorla gətirin də bunu. İndi buradan ustalarımı deyim, avtomobildən anlayışı olan insanlarmı deyim, çalışırlar kömək eləsinlər, amma məqsədləri kömək eləməkdir, amma onları daha çox ziyana salırlar. Bildiniz mi? Yəni, deyək ki, mənim avtomobildən anlayışım var, mənim öz avtomobilimdə başıma gəlib ki, yağın işığı yanıb, misal üçün deyirəm də, yağın işığı yanıb, evakuator vasitəsilə yaxınlaşmışam servizə, usta bir dənə datsik açıb bağlayıb, 50 manat pul vermişəm, mənim işim düzəlib və demişəm ki, gərək mən bunu sürüb gətirərdim. Tamamilə yanlış bir fikirdir, gərək sürüb gətirərdim. Bəlkə belə olmazdı, belə olardı. Bu 50 manatından bunun işi düzəlib, deyək ki, 30 manat da evakuatora verib də, 80 manat. Amma bu avtomobildə, mənə zəng gələn avtomobildə, həmin usta buna qardaş kimi deyim, yəni bunun dostu buna məsləhət verib ki, sür get. Bu yolun yarısında avtomobil tamamilə mühərrik sıradan çıxıb, yağlama sistemində yağlama getməyib və evakuator vasitəsilə yaxınlaşıb servizə. Bir var ki, evakuator vasitəsilə yaxınlaşsaydı servizimizə daha ucuz olardı. Orada kəpki tutulmuş, təxminən 30 manat civarında kəpki təmizləmək. Amma bunun avtomobilində o işi görmək başa gəldi 870 manata. Nədir? Sırf Nədir? Düzgün məlumat almadı və evakuator asmadı. Ustaya qulaq asmadı, evakuatordan istifadə etmədi. Yəni, bəlkə də ən böyük problemimiz savadsız, mən bunu dəfələrlə vurğulayıram. Bəli, hamı işləyir, çörək qazanır, evinə çörək aparır. Burada məqsəd hansısa və yaxud hansı bir kimisə aşılamaq deyil, bizi düzgün yola və düzgün istiqamətə yönəltməkdir. Tacəddin Usta hər efirdə, hər çəkilişimizdə vurğulayır ki, gedin oxuyun, ustalara, təbii ki, bu ustalara ünvanlayır bu sözünü ki, gedin oxuyun, savad alın və insanları, sizin yanınıza gələn müştəriləri düzgün istiqamətləndirin. Tacəddin Usta, son söz olaraq fikrinizi almaq istəyərdim. Son söz olaraq, bildiyimiz kimi Ramazan ayının birinci 10 günlüyünü yaşayırıq. İlk öncə bütün müsəlmanlara Allah bu aya mübarək qərar versin deyirəm və çalışın, avtomobilinizə düzgün baxın, düzgün mütəxəssislərə müraciət edin. Heç zaman yolda qalmayasınız. Mən də hər bir sürücümüzə bildirirəm ki, yol hərəkəti qaydalarını pozmayın ki, cərimələnməyəsiniz, özünüzdən müğayət olun.